Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Amma ba'd. Allah subhanahu ve teala Kur'an-ı Kerim'de buyurur ki, Nehl suresi 36. ayede. Ve lekad ba'athna fi kulli ummetin rasulen en i'budullah ve ectenibut tağut. Biz her bir ümmete Rasul gönderdik ki Allah'a ibadet edilsin, tağutlardan çekinsinler. Ayenin icmalı mənası odur ki, Allah subhanahu ve teala bu ayədə bizə xəbər verir ki, o hər bir tayfiyə, hər bir qövmə, insanlara hər bir əsrdə peyğəmbər göndərib, rasullar göndərib. Rasullar onları tək Allah ibadətə çağırsın, şirkdən çəkindirsin. Və rasullar, ilk rasul Nuh aleyhissalam gəlib, yer üzərinə Adəmdən sonra, Adəmlə Nuh arasında 10 əsr olub, yer üzərində bir dəfə də olsun, bir dənə də olsun insanlar şirk etməyib. Nuh aleyhissalamın zamanında insanlar şirk edən zaman Nuh aleyhissalam Allah subhanahu wa ta'ala insanlara rasul olaraq göndərmişdi. Ayədən götürdüyümüz faydalardan ən birincisi, ayə bizə bəyan edir rasulların gəlmə hikmətini. Çünki rasulların gəlməsində əsas hikmət insanlara tövhidə dəvət eləmək, şirkdən çəkindirməkdir. Həmçinin faydalardan ikincisi, peyğəmbərlərin dini birdir. Bütün peyğəmbərlər tək Allaha ibadətə çağırır, Allahdan qeyri ibadət olunanlara tərk etməsi əmridir və Allaha ibadətdə ixlaslı olmağa əmr edir. Lakin onların şəriətləri isə fərqlidir. Ayədən çıxan üçüncü fayda, risalət umumidir. Allah subhanahu wa ta'ala risaləti umumi göndərir və hər bir qula hüccət qaldırır. Həmçinin ayədən çıxan faydalardan dördüncüsü, bu ayə tövhidin yenə şəninin, əzəmətini göstərir. Həqiqətən də tövhid hər bir ümmət üçün ən əsas vaciblərdən biridir. Və faydalardan beşincisi, bu ayə özündə la ilahe illallah kəlməsinin mənasını daşıyır. Allahdan başqa ibadətə layiq, haqq məbud yoxdur mənasını daşıyır. Yəni Allah subhanahu wa ta'ala ayədə buyurur ki, biz hər bir ümmətə elçilər göndərdik ki, rasullar göndərdik ki, Allaha ibadət etsinlər və tağutlardan, şirkdən çəkinsinlər. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.